Həmçinin hədisdə qeyd olunur ikinci hikmət kasıblar üçün yemək. Gördüyümüz kimi, yəni İslam dini, İslamda bildiyimiz kimi 2 bayram var və bu 2 bayramın hər birində fikir versək, İslam dini kasıbları nəzərə alır. Kasıblara yardımla başlayır. Fikir verin, İslam dinində bayram sadəcə yeyib, içib, sevinməkdən ibarət deyil. Yəni yeyib, içib, geyinmək, sevinmək və yaxud öyünmək bundan ibarət deyil. İslam dinində bayram görün nə ilə başlayır? İlk növbədə kasıblara yardımla başlayır. Və bu da İslam dininin gözəlliyindəndir. Həmçinin Qurban bayramlara fikir versək, Qurban bayramında bayram namazından sonra nə edirik? Ət paylayırıq. Yəni kəsdiyimiz qurbanların ətindən kasıblara paylayırıq. Yəni hər 2 bayramda kasıblar nəzərə alınır. Yoxsa digər batil bayramlar kimi sadəcə yeyib, içib, qapı pusmaq və yaxud odun üstündən tullanmaq və yaxud bu kimi şeylərdən ibarət deyil. İslam dinində bayram daha ali və daha uca bir demək anlayışdır. Və ona görə də İslam dini bu deməli fitrə zəkatını verməyin hikmətlərindən biri budur ki, kasıbların da evdə yeməklərə bir ərzaqları olsun, yeməkləri olsun və onlar da sevinsin və onlar da zəngin insanlarla, imkanı olan insanlarla birlikdə bu bayramı qeyd etsinlər və sevinsinlər.